Salam kızlar. Salam əziz izləyicilərim. Sabahınız xeyir. Səhər-səhərdir. Ayın 31-idir. Saat 10'dur. Tam 10. Və mən də istedim sizə kısa bir video, təbrik videosunu yükləyim. Bu videonu birbaşa çəkirəm. Yuxudan durmuşam, bir stəkan su içmişəm və istedim ki, izləyicilərimə təbrik videosu göndərim bugün. Birbaşa çəkəcəm və yəni montaj eləmədən sadəcə yükləyəcəm kızlar bu videonu. Kim izləyirsə, kimin qarşısına bu video çıxacaqsa, qarşıdan gələn yeni il bayramını təbrik eləyirəm. Və gələn 2026-cı il hər kəs üçün, bütün dünyamız üçün uğurlu, düşərli bir il olsun. Deyirlər, illərin, günlərin pisi yoxdur. Videonu da belə bir yerdə saxlayanda bilmirəm, bəlkə də sizi. Amma səsimə qulaq asın qızlar, videoya fikir verməyin. Yəni deyirlər ki, ilin, ayın, günün pisi yoxdur. Bilmirəm bu nə qədər doğrudur. Hətta deyirlər, ayın məsəl üçün ayın 13'ü deyəndə deyirlər ki, nəhs gündür, nə bilim birinci gün deyirlər, yaxşı gün deyil. Amma belə götürəndə hər gün yəni yaxşı da ola bilər, pis də ola bilər. Kimin üçünsə ayın 13'ü yaxşı, şad xəbərlər gələn bir gün ola bilər. Kimin üçünsə pis gün ola bilər. Ona görə bu məncə, yəni bu il pis idi, gələn il yaxşı olsun. Kimin üçünsə pis idi, kimin üçünsə yaxşı idi. Yəni uzun sözün qısası, hər kəs üçün uğurlu, düşərli bir il olsun. Dünyamız üçün müharibələr dayansın. Bu qədər nə bilim müharibələrdə gənclərimiz həlak olur. Hamısına, bütün şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Müharibələr dayansın. Nə bilim 2026-cı il uğurlu, düşərli il olsun. Hamımız üçün. Bütün ailələrdə mehribançılıq, gülmək, sevinmək, bir-biri ilə mehriban danışmaq, gülmək, hər evdən körpə səsi, uşaqların oynamaqları, qışqırmaqları, evi dağıtmaqları gəlsin. Bütün evlərdən, bütün xəstələrə Allah şəfa versin. Xəbər gözləyənlərə xeyir xəbərlər gəlsin. Başqa nə deyim? Yəni uğurlu gəlsin 2026-cı il. Hər kəs üçün uğurlu gəlsin. Belə qızlar, gördüyünüz kimi məndə nə yolka yoxdur, nə bayram yoxdur, heç bir şey yoxdur. Hətta istəmirəm izləyicilərim üçün negativ bir enerji göndərim. Yox, bilirəm ki, mənim izləyicilərim çoxdandır məndən nəsə belə hər dəfədə soruşurlar, kommentariyalarda yazırlar ki, sənə nə oldu, niyə belə oldu, nə olur yəni belə kommentariyalar. Heç vaxt bir tam açıqlama verməmişəm. Yenə də açıqlama vermirəm. Sadəcə nə bilim ürəyim doldu. Bilmirəm bu videonu çəkə biləcəm, bilməyəcəm. Qızlar, belə ürəyim doldu, istedim belə video çəkəm. Yəni mən yeni il keçirtmirəm, biz yəni yeni il keçirtmirik. Bəlkə də yeni il deyəndə deyirlər müsəlman bayramı deyil. Mən onu başa düşə bilmirəm, çünki biz uşaq vaxtdan bunu görmüşük. Bir ilin dəyişməsidir, onsuz da bu müsəlman bayramı olsa da olmasa da bir ilimizi dəyişirik, yeni bir ilə qədəm qoyuruq. Yəni bunu bir bayram kimi keçirtməsək də uşaqlar üçün ən çox indiki zamanədə, yəni o qədər çətin bir zamanədə yaşayırıq ki,
hər kəs üçün çətindir. Sadəcə uşaqlara xoş olsun, körpələr sevinsin deyə nəsə yolka qururlar, nəsə eləyirlər. Yemək də ki, hər gün bişirdiyimiz yeməklərdir. Bəlkə də bir çeşidin, iki çeşidin artıq eləyirik. Düzdür, kimsə şənlənir, kimin üçünsə böyük bir bayram olur. Amma yenə də bilmirəm valla, mən belə şeyləri müsəlman bayramıdırmı, yoxsa onlara mən girmək istəmirəm, qarışmaq istəmirəm. Mənim, yəni o həddimə deyil. Onu böyüklər bilər. Yəni nə isə də bu temaya girməyək. Onu deyirəm ki, mənim üçün bayram deyil. Hətta bayram gələcəkdir, bir yeni il gələcəkdir. 3 gündür özümə yer tapa bilmirəm. Ki yəni bayramda, hər bayramda zəng eləyib, təbrik elədiyim atana zəng eləyə bilmirsə, yəni gör nə qədər çətin bir şey, həyat o qədər amansız. Düzdür, çox adam deyir ki, yəni Allahla üsyan eləmək olmaz. O sözü eşidəndə o sözü anlaya bilirəm. Amma biraz keçir, yenə həmənki fikrə dolursan. Nətər yəni üsyan eləmirəm ki mən. Yəni əziz adamı itirirsən. Bir ayda ailenin 2 üzvünü itirmek. Kimse diyor ki sen neter bu videoları çekirsen. Bu videoları çekerek başımı katır. Ki vaktim geçsin. Neyse başım karışsın. Çünkü görürüm ki başımı neylense katmasam daha derine giderim. Daha çetin olur. Belki de beni izleyenler görür ki bir gün çəkirəm, 5 gün çəkmirəm, gəh yoxa çıxıram, gəh bilmirəm bu yeni il günü bu lazım idi mi, lazım değildi mi? Sadece ürəyim dolub. Neyse. Herkes için uğurlu gelsin bu il. En çetini kızlar bilirsiniz nedir? En sevindiğin halda, gülüp danıştığın halda, hiç neden dünyadan haberin olmadığı bir halda sen telefonuna zəng gelir. Elə bir haber gelir ki sənə, yani hayatı 180 derecede değiştirəcək bir haber gelir. Allah belə haberlerden hamımızı, belə pis xəbərlərdən ən çətini o pis xəbərlərdən qorusun bizi. Heç kimə pis xəbərlər gəlməsin. Hamımız gedəcək o dünyaya. Heç kim yəni qaçılmazdı. Heç kim bu dünyada qalmayacaq. Əbəd dünyaya gedəcək. Amma heç kim Allah vaxtsız aparmasın. Vaxtsız getmək çox çətindir, vaxtsız itki çox çətindir. Allah heç kimi vaxtsız göstərməsin. Bu gələn, qarşıdan gələn yeni ildə heç kim pis xəbərlər eşitməsin. Gözləri, üzü, qəlbi həmişə gülsün. Ürəyimiz, qəlbimiz həmişə sevinsin. Her şey hamının könlüne göre, hamının ürəyinə göre, kim ne arzulayırsa, kim ne diləyirsə, o onun karşısına çıksın, yani Allah yerine yetirsin, kısmet olsun, kim ne istəyirsə. O kadar belə
birbaşa çəkirəm deyə, həyecanlıyam deyə. Tam oradan buradan cümlələri tam quraşdıra bilmirəm. Bir ayaqdan başlayıram, bir başdan başlayıram. Nəysə qızlar. Neçə dəqiqə oldu? 10 dəqiqə olmuş. Yeni iliniz mübarək qızlar. Uğurlu gəlsin hər kəs üçün bu il. Allahın izni ilə gələn ildə yaxşı videolar çəkib yükləmək nəsib eləsin bizə. Sağ olun. İzlədiyiniz üçün də təşəkkür eləyirəm. Sağ olun qızlar.